Bu nəşidə qulaq asan müsəlmanlar var, nəşid oxuyan, nəşidə qulaq asanlar. Əvvəla xahiş edirəm videonun əvvəlində həmin insanları bu videoya etkiləyin, qoyun görsünlər. Bu TikTokda çıxıb nəşid oxuyan müsəlmanlar, nəşidlə video paylaşan müsəlmanlar, Allah sizi hidayət eləsin. Allah sizi hidayət eləsin, Allah sizi islah eləsin. Biz insanları Qurani-Kərimə dəvət edirik ki, yəni Quran oxuyun, Qurana qulaq asın. Video paylaşanda arxa fonda Quran qoy. Qoy Qurana aid bir video paylaş. Subhanallah, insanları Qurana dəvət edirik. Bəzi özünə müsəlman deyən şəxslər baxırsan, çıxıb burada video çəkib paylaşırlar nəşidinə. Yaxşı deyil, bir dənə mikrofon da alın, əlinizə oxuyun. Sənin Peyğəmbərin nəşidlə rahatlaşmayıb. Quranla rahatlaşıb, Quran oxuyubdur. Subhanallah, axır vaxtlar girirsən TikToka, bu nədir? Baxırsan, müsəlmanlar nəşidlə video paylaşırlar. Bu Peyğəmbərin dəvəti deyil, yəni belə dəvət eləməyin nəşidlə. Nəşidlə kişinin oğlu video paylaşır ki, reyting yığmaq üçün, like yığmaq üçün, TikTokda tanınmaq üçün. Subhanallah, nəşid o, Quran oxu da, belə yaxşı müsəlmansan, çıx Quran oxu. Qoy insanlar Quran dinləsinlər, qulaqları Quran ayəsi eşitsin. Çıxıb nəşid oxuyursan, filankəs dağlarında, nə bilim, Las Vegas dağlarında, filankəs dağlarında, bu nədir subhanallah? Oxuyanda Quran oxu da, qoy insanlar Quran eşitsinlər. Peyğəmbər sallallahu aleyhi ve sellem Quran oxuyurdu, Qurana qulaq asırdı, Quran dinləyirdi, sahabələr Quran oxuyurdu, ona qulaq asırdı. Çıxıb nəşid oxuyurlar, sonra özlərinə müsəlman deyirlər. Allah sizi hidayət eləsin, həqiqətən. Baxırsan, video paylaşır, güya ki, bu məscid paylaşıb, İslam'a aidinsə İslamı yaymaq istəyir, arxa fonda nəşid qoyubdur. Lazım deyil elə dəvət eləmə. İslamda elə dəvət yoxdur, elə dəvət haramdır. Nəşid qoyur arxa fonda, mahnı qoyur ki, like yığmaq üçün, baxış yığmaq üçün videosuna. Çünki bilir ki, nəşidsiz paylaşsa ona layiq gəlməyəcək, baxış gəlməyəcək. Allah sizin kimi müsəlmanları sadəcə bunu deyirəm ki, hidayət eləsin, islah eləsin. Yəni, elə şey eləməyin, yəni, Allahdan qorxun.